Qarabağın səsi, musiqi ilə könüllərə yol alan canlı görüş. Şair İxtiyar Dönməz və Ülviyə Qasımovanın təqdimatında yayımlanan Qarabağın səsi musiqili proqramı Qarabağın zəngin musiqi irsini və söz sənətini bütün dünyaya çatdıracaq. Proqramda bölgəmizin sevilən xanəndələri, müğənniləri, musiqiçiləri və saz söz adamları Xarı Bülbül ansamblının müşayiəti ilə bir araya gələrək tamaşaçılara unudulmaz musiqi anları bəxş edəcəklər. Qarabağın nəfəsi, muğamın sehri və sazın ecazkar səsini bir arada yaşamaq üçün bizi izləyin. Hər həftənin bazar ertəsi saat 22:00-da canlı yayımda Qarabağın Səsi YouTube kanalında Qarabağdan dünyaya ucalan səsə siz də qoşulun. Axşamınız xeyir olsun, əziz izləyicilərimiz. Xoş gördük sizləri. Qarabağın Səsi verilişindən hər birinizi salamlayıram. Bugünkü verilişimizin aparıcısı, mənim həmkarım, 200-dən çox şeirin müəllifi, şair, layihəmizin rəhbəri İxtiyar Dönməzi sizlərə təqdim edirəm. Bir daha axşamınız xeyir olsun, əziz izləyicilərimiz. Hər birinizi salamlayıram Qarabağın Səsi verilişində. Əlbəttə ki, Ülviyə xanım, izləyicilərimiz də bilsin ki, Qarabağımızda ilk dəfədir ki, belə bir layihəyə imza atırıq. İlk dəfədir belə bir adda, belə bir verilişi təqdim edirik sizlərə və Qarabağın Səsi verilişinin ansamblı Xarı Bülbül ansamblını salamlayıram. Verilişimizin ansamblı Xarı Bülbül ansamblını sizlərə təqdim edirik. Ansamblın bədii rəhbəri, sintizator ifaçısı Rüfət Bayramov, qarmonda Fərhad Hüseynoğlu, gitarada simli alətlərin mahir ifaçısı Xaləddin Ayazoğlu, ikinci sintizator müşayiət Pərviz Qasımov, nağarada Məhəmməd Qasımov və qoşa nağara Udanikdə Təbriz Xəyyamoğlu. Ansamblın solisti Səfa Qəhrəmanov yadigarı, xanəndə Elnur Fərzəliyevi təqdim edirəm sizlərə. Və bu verilişimizin əziyyətini çəkən peşəkar operatorlarımız, rejissorlarımız Hüseyin Studiyasının bütün kollektivini salamlayıram. Əlbəttə ki, verilişimizə dəstək olan baş sponsor Alsı Mol Ticarət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Hər birinizə məlumdur, bilməyənlər də bilsin ki, Alsı Mol Ticarət Mərkəzi Ağcabədi Ağdam yolunda Şərəfxanlı kənd ərazisində orta məktəblə üzbəüz bir məkanda yerləşir və növbəti bir sponsorumuzdur. Növbəti sponsorumuz Ağcabədi rayon Kəhrizli kəndində yerləşən Ayşıq restoranı. Adı poetik olduğu kimi özü də gözəl məkan olmaqla bərabər əsl istirahət mərkəzidir. Burada milli mətbəğimizin zənginliyindən yaxından istifadə edilib. Ülviyə xanım, növbəti bizim təqdim edəcəyimiz şəxslər artıq izləyicilərimiz intizarla gözləyirlər. Qonaqlarımızı təqdim etmək vaxtı çatdı. İlk qonağımızı təqdim edirəm. 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid olan, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidimiz Məmmədov Cəmaləddin Türbəndəoğlunun atası
Türbəndə atanı salamlayırıq. Xoş gəlmisiniz. Növbəti qonağımız bəstəkar, dirijor, kamançı üzrə pedaqoq, bir neçə kitabın müəllifi, Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq Musiqi Məktəbinin direktoru Məhbubə xanım Şalını salamlayırıq. Xoş gəlmisiniz deyirik sizlərə. Və növbəti qonağımızı təqdim edək. Üçüncü qonağımız bizim dəyərlimiz 44 günlük Vətən müharibəsinin iştirakçısı, veteran, gözəl müğənnimiz Tuğlettin Mirzəyev. Xoş gəlmisiniz Əhsən, gözəl ifa ansambla mən təşəkkürümü bildirirəm və ilk qonağımı təqdim etdim. Şəhid atası Türbəndə əmi. Xahiş edirəm, əyləşin, çox xahiş edirəm. İstəyərdik ki, bizim verilişin ilk qonağı, ilk xeyirda verəni bir qəhrəman atası olsun. Bir ağsaqqal kimi, el ağsaqqalı kimi həm ay işığı ailəvi istirahət mərkəzinin yerləşdiyi bir məkanda, belə deyək də, bu ərazidə yaşayan bir ağsaqqal, həm də şəhid atası kimi Türbəndə atamız bir xeyirdağı versin. Həm də onu da qeyd edim ki, Türbəndə ata həm şəhid atasıdır, həm də şəhid əmisidir. 44 günlük Vətən müharibəsində həm öz övladını, həm də qardaşı övladını şəhid veribdir. Buyur. İxtiyar qardaşım, mən sizin kollektivinizə birinci arzu edirəm ki, həmişə gözəl olasınız, belə kollektiv olasınız, yaxşı yerlərdə adınız, sanınız gəlsin, biz də orada fərəhlə dinləyək. Mən hər birinizə bu işdə nə lazımsa, mən özüm kömək eləyə bilərəm, nə deyirsəniz, mən sizin yanınızdayım. Odur ki, qardaşlara da Allah canlarını sağ eləsin, çalgı çalanların, oxuyanlarımızın, bu işi ərçiyə gətirənin, eyni zamanda Aysu rəhbərliyinə mən öz minnətdarımı bildirirəm ki, bu işə köməklik göstərir. Sağ olun, sizə də uğurlar arzu edirəm. Arzu edirəm, həmişə gözəl zadların səsləriniz gəlsin. Təşəkkürümüzü bildiririk Türbəndə ata. Allah sizə var eləsin. Elə sizin bizə köməyiniz, dəstəyiniz, yetər ki, elə sizin o ürəyiniz istəyəndə, vaxtınız onda gəlib bizim verilişimizdə bir xeyirda verməyiniz bizim üçün yetərlidir və şəhid atası Alsımol Ticarət Mərkəzinə bir təşəkkür etdi. Mən onu da qeyd edim ki, Alsımol Ticarət Mərkəzinin rəhbərliyi bayramlarda, hər bayramlarda adəti üzrə ənənə çevrilib artıq bu xeyriyyə işləri, şəhid ailələrinin, qazilərin hər bir zaman yanında olublar. Allah hər birisinə kömək olsun deyirəm və ikinci növbəti qonağımızı bir söz verək. Ülviyə xanım, buyur. Məhbubə xanım Şalının xeyirduasını işləyək. Xoş gəlmisiniz deyirəm sizlərə bir daha. Mən də öz növbəmdə mən də sizə təşəkkür eləyirəm, bizi dəyərləndirib öz verilişinizə dəvət elədiyinizə görə, bu gözəl məkanda bu çəkilişləri həyata keçirmək üçün şərait yaratdığına görə həmən Ayşığı restoranı, bəli, ailəvi istirahət mərkəzinin rəhbərliyinə təşəkkür eləyirəm. Bizim ansamblımıza təşəkkür eləyirəm. Arzu eləyirəm ki, bu layihə, bu verilişlər axarlı-baxarlı olsun və xalqımızın sevimli verilişlərindən birinə çevirilsin. Təşəkkürümüzü bildiririk. Ülviyə xanım, Məhbubə müəllimə belə bir söz işlətdi. Dedi ki, bizim ansambl. Bir söz başa düşdünüzmü orada? Nə demək istədi o? Çünki bu musiqiçilər Məhbubə müəllimin rəhbərlik etdiyi Hacıbədəlli kənd Uşaq Musiqi Məktəbinin peşəkar müəllimləridir və ona görə də görürsən, dedi bizim, bəli. O bilməyənlər də bilsin ki, bax bu ansamblda bir neçə üzvü Məhbubə müəllimin rəhbərliyi altında.
tələbəsi. Aha, hələ Təbriz tələbəsidir. Sizlər müəllimləri, Təbriz də tələbəsidir. Və növbəti qonağımıza yaxınlaşaq. Suliddin Mirzəyev. Buyur. Hər vaxtınız xeyir olsun. İxtiyar müəllim, çox sağ olun dəvətinizə görə, söz verdiyinizə görə, diqqətinizə görə. Layihə rəhbəri olaraq sizlərə öz təşəkkürümü bildirirəm. Ülviyə xanım, sizlərə təşəkkürümü bildirirəm. Və qonaqlarımıza, dəyərli insanlara təşəkkürümü bildirirəm. Musiqiçilərimizi salamlayıram. İnşallah ki, Qarabağın səsi verilişi, səsi sorağı ucalardan gələr. Xeyirli, uğurlu olsun. Çox sağ olun dəvətinizə görə. Təşəkkür edirik Suliddin bəy. Xoş gəlmişsiniz deyirik bir daha sizlərə. Təşəkkürümüzü bildiririk və bir söz də demək istəyərdim Ülviyə xanım. Mən bir neçə il bundan öncə Dünya TV kanalında işləyərkən biz çəkiliş qrupumuz gözəl bir veriliş hazırladı Məhbubə xanım haqqında və onun kollektivi haqqında. Onu mən vurğulayacağım, amma o vaxtı torpaqlarımız işğal altındaydı. Məhbubə xanıma biz təkid elədik ki, yazaq ki, təqdim edək ki, Məhbubə müəllimə Şuşalı. Dedi, yox. Mən hal-hazırda Şuşasızam. Amma bu günləri ürəklə biz Məhbubə müəllim Şuşalı deyirik. Çünki işğaldan azad olan torpaqlarımız, ordumuzun, Ali Başkomandanımızın gücü sayəsində əlbəttə ki, şəhidlərimizin qanı bahasına, qazilərimizin qanı bahasına biz o itirdiyimiz torpaqları əldə etdik və verilişimizdə iştirak edən ansamblın adın Xarı Bülbül ansamblın. Mən o adı verdim. Məhbubə müəllimi yəqin ki, bu ad elə belə bir ad deyil. Bu ansambl gərək bu adı doğrulda. İstəyərdik ki, bir gözəl bir ifa ansambldan eşidək. Gözəl bir Məhbubə müəllimənin elə bəstələdiyi Şair Mübarizin sözlərinə bəstələdiyi bir gözəl bir Qarabağ Azərbaycandır mahnısını eşidək. Türbəndə atamız da baxsın, mahnını inşallah yəqin ki bəyənər. İlk ifa Elnur Fərzəliyev və Xarı Bülbül ansamblından. Gözəl bir ifa eşidirik. Elnur Fərzəliyev, buyursun.
Təşəkkür edirəm Elnur müəllim, hər birinizə, başda Xara Bülbül ansambl olmaqla. Ata, xoşunuza gəldi mi? Bəyəndinizmi bizim ansamblın ifasını? Hər bir kəs mənim xoşuma gəlir burada. Baxıram, yəni izləyirəm. Mən bir çox Bakıda verilişlərdə də olmuşam, belə keçidlərdə olmuşam. Zaten söz olmasın, Allah haqqı ondan da yaxşıdır. Mən deyirəm, onu bax, orada gördüyümü indi burada da bir baş fırladıram, görürəm ki, bizimkilər gözəl, qəşəng. Elgizin də verilişində olmuşam. Təşəkkür edirik Türbəndə ata. Mən sualı Məhbubə müəllimiyə ünvanlamaq istəyərdim. Məhbubə müəllimə, necə oldu ki, bu şeiri seçdiniz, bu bəstələdiniz? Məhbubə müəllimə, mən bir təşəkkür borcum var. Mənim xüsusi təyinatlara yazdığım bir şeirə gözəl bir şəkildə marş bəstələyibdir və Xankəndi şeirimə də Məhbubə müəllimə gözəl bir mahnı bəstələyibdir. Verilişin biraz inşallah ötən dəqiqələr keçsin. Üzümüzə gələn dəqiqələrdə Xankəndi mahnısı da səslənəcək. Sizlər hər biriniz qulaq asıb dəyər verərsiniz. Məhbubə müəllimə, buyurun. Mən bu qələbə ruhlu mahnıları Zəfər qələbəmizdən sonra bəstələmişəm. Ona qədər də çox mahnılarım olubdu. İxtiyar müəllimin məndə şeirləri vardı. Oxuyurdum, onda böyük vətən niskili, şəhidlərimiz haqqında yazdığı şeirlər də vardı. Onun bir şeirin xüsusilə qeyd eləmək istəyirəm. Şəhidim var Azərbaycan. Onun bütün məzmununu danışmayacağım. Ən axırıncı bəndləri deyirəm ki, siz Allaha üzünüzü tutursunuz, məzmununu deyirəm, yəni olduğu kimi yox. Deyirsiniz ki, nə olaydı bir möcüzə göstərəydim, bir daha bizim qapılarımıza şəhidim var Azərbaycan deyən bir söz gəlməyəydi. Bu niskil sizin bütün şeirləriniz əslinə baxsan hopufdu İxtiyar müəllim. Amma Qarabağ Azərbaycandırı mən 8 noyabrdan sonra, təxminən 2 gün sonra bir mahnı meydana gəldi. Biz yenə qayıtdıq Şam. Onun sözləri də musiqistə mən özümə aid idi. Və bunu yazmaya bilməzdim, çünki içimdən gələn bir arzuydu. İllə 30 ilə qədər bir həsrətin, nətər deyim, təzahürü idi ki, bu həsrətə biz qovuşmuşduq. Ondan sonra dedim, Şuşaya qayıtdıq, bəs sonra, özümə sual verdim, bəs sonra. Onda mən özüm xüsusi şeirlərimin əksəriyyəti Ağcabədi yazarlarına aiddir, onların sözlərinə aiddir. Mən Mübariz Məmişoğlu'nun bir kitabında, orada poema da vardı, çox şeirlər var idi. Amma onların mən deyərdim ki, ən şah nümunəsi, Qarabağ Azərbaycandır nümunəsini seçdim və bu mahnının özünün ruhuna uyğun çargah ladında deyək, çargah muğamı üstündə, el dili ilə desək, belə bir mahnı meydana gəldi və onda yazmaqla bərabər bəstəkar, mən özümə bəstəkar demirəm, sadəcə bəstəkçi deyirəm, bəstəkarın operası olar, baletləri olar, mən sadəcə bəstəkçi deyirəm. Yəni, bu mahnının lada uyğun, kimin səsinə uyğun? Elnur Fərzəliyev, həm onun necə deyim, irsiyyətindən gələn bir xüsusiyyət var, səs baxımından, Səfa Qəhrəmanovun yadigarlarından biridir, o sülalədəndir. Bir də Elnur Fərzəliyevin özünün səsində çox böyük bir çağırış mı deyim, hay-haray mı deyim, çox zəngin bir səs çalarları var Elnur müəllimdə. Ona görə mən bu mahnını ona elə bil həvalə elədim və inandım köhdəsindən gələr və bugünkü də çıxışı göstərir ki, doğrudan da layiqincə mahnının öhdəsindən gəldi və bizə qürurlandıran, ürəyimizi qürurlandıran bir mahnı ortaya qoyduq belə. Təşəkkür edirəm Elnur müəllimə, təşəkkür edirəm Xarı Bülbül ansamblına. Sizin çıxışlarınız həmişə fərqli olubdu, həmişə dəyərli olubdu. Bu gün də ən dəyərli bir ifanızı göstərdiniz. Təşəkkür edirəm. Təşəkkür edirik Məhbubə müəllimə. Növbəti bir sualı ünvanlayım. Xahiş edirəm mikrofonu verin Məhbubə müəllimə. Məhbubə müəllimə, sizin üçün çətin deyil ki, həm dirijorluq, həm kamança üzrə, həm məktəb direktoru işləmək, həm
həm mahnılar bəstələmək, həm də bir neçə kitabın müəllifisiniz, şeirlər yazmaq və hətta mən səhv etmirəmsə, muğam müsahibəsi Ağcabəddə keçirilən vaxtı siz orada Qarabaş şikəstəsinin bir xorla. Bəli. Bəli, sizin yetirmələriniz idi də. Bəli. Buyurun, xahiş edirəm, o haqda da bir danışın. Bu sualı mən bir neçə dəfə eşitmişəm İxtiyar müəllim. Tək sizdən yox, çoxlarından. Mən Ağcabədi rayonunda 21-ci ilin oktyabr ayı idi. Kitablarımın təqdimatı keçirildi. Onda çox insanlar mənə sualı verdi ki, siz bunu nə vaxt həyata keçirdiniz, bir belə işi necə gördünüz? Yəqin ki, burada da bir Allahın özünün bəndəsinə köməyi dəyir, ona bir yetərincə güc qüvvət verir, necə deyim, təb gətirir, bu işlər ortaya çıxır da. Yəni, bizim Allahımızı, bizi yaradanın köməyi olmasa, mən elə bilirəm ki, heç birimiz heç nə eləyə bilmərik. Və bu günləri sizin verilişində ərsəyə gəlməyi belə bir ilahi qüvvənin sizə verdiyi qüvvətdən irəli gəlir. Yəni, bunlara da fərqli aylarda, günlərdə, necə deyim, uzun gecələr, yuxusuz gecələrin bəhrəsi olan mənim mahnılarım, kitablarım, işləmələrim. Qarabağ şikəstəsindən başqa mən Durayağa Azərbaycan kompozisiya, Mənsuriyə işləmişəm xor üçün. Məsələn, Heyratı Zərb muğamını nəzərimdə var işləmək. 5 kitabın müəllifiyəm, 6-cı kitabı da inşallah mahnılar var, qələbə ruhlu mahnılarımız var. Onlar da yəqin ki, kitab halında ərsəyə gələcəklər inşallah. Və sizə bir daha təşəkkür eləyirəm ki, bu sualları verirsiniz, yeni kəşflər eləyirsiniz. Çox sağ olun, təşəkkür eləyirəm. Təşəkkür edirəm Məhbub müəllimə. Məhz sizin məktəbin müəllim kollektivini, hətta tələbə də var o kollektiv arasında. Mən o qədər dəyər verirəm. Nədir əsas dəyər verdiyim səbəblərdən biri də budur ki, il şənliklərində bir qonaq qismində iştirak edirik, hətta bir aparıcı kimi iştirak edirik və tədbirlərdə mən çox diqqət edirəm ki, qiraətçi şeir deyir, musiqiçi o qədər səs verir ki, o qiraətçini eşitmək mümkün deyil. Hətta bir məclisdə böyük bir sənətkarımız ifa edirdi, toy məclisi qutardı. Toy sahibi mənə dedi ki, şair, nəhəng oxuyan bilirdim mən bu sənətkarımızı, amma bu oyun alınmadı. Dedim, yox, elə deməyək. Gözəl sənətkarımızdır, sadəcə musiqiçilər imkan vermədi ona səsini. O qədər səs vermişdilər ki, o qədər səs verirlər ki, hətta o qonaqlar belə görürsən ki, tez tərk eləyir məclisi, amma bu ansamblı mən o qədər dəyər verirəm ki, çox sağ olsunlar, qədərində səslənməni səsləndirirlər ki, o qədər gözəl müşayiət verirlər ki, bizim bir klipimiz oldu bu yaxınlarda, Xocalı rayonunun Ballıca kəndində, biri də Yanıq Kərəmini ifa etmişdi, Xaləddin Ayadoğlu və gözəl ansambl. Seygahda heç, onu qoyduq qırağa, amma musiqi gedən vaxtda o Yanıq Kərəmi ki, ifa edirdim. Mən orada şeir demişəm, o qədər gözəl, yumşaq müşayiət veriblər ki, adamın belə ruhu dincəlir. Mən həqiqətən də Xarı Bülbül ansamblına, Rüfət müəllim, sizin əməyiniz böyükdür. Sizlərə mən təşəkkür edirəm, amma ən böyük təşəkkür Məhbubə müəllimə düşür, çünki sizin rəhbəriniz Məhbubə müəllimədir. Çox sağ ol, var edirəm. Mən bizim veteran qardaşımız, gözəl müğənnimizə söz verməmişdən öncə şəhid atasına mən üzümü tutub deyirəm ki, Türbəndə ata, xahiş edirəm, qəhrəmanımız haqqında siz bir danışasınız. Mən də olan məlumata görə oğlunuz 14 il polis peşəsində çalışıbdı və o müharibədən o artıq ki hazırlıq gedirdi, səngərlər qazılırdı, hazırlıqlar görünürdü müharibəyə və o polis peşəsindən imtina edib, məndə olan məlumata görə könüllü olaraq hərbiyə gedib və qəhrəmanlıq göstərərək şəhid olub. Xahiş edirəm, oğlunuz haqqında bir iki kəlmə danışasınız. Buyurun. Oğlum avqust ayında oğlunun yaş tamam olurdu. Həmən günü getdi orduya. Nəvənizin adı? Bəli. Getdi, düzü mən onu geri qaytarmaq istədim, ancaq o dedi ki, ata,
mən getməyim, sən getmə, o birisi getməsin. Yaxşı, biz kim gedəcək bu bizim ailələri qoruma, bizim qadınları, nə bilim, körpə uşaqları, belə danışdı. Elə özüm də məhəttə qaldım ki, bu nədən başladı, nədən qutardı. Nəysə, dinmədim də. Ondan sonra apardım, orada aynı zadda aldım, bu sumka zad, belə şeylər aldım, nəysə getdi. Bu döyüşdə çox uzaq görən idi, uşaqlıqdan elə idi. Bu döyüşdə kiçik komandir idi, 42 nəfərin rəhbəri idi. O cümlədən onun böyük komandiri hal-hazırda Bakıda o Naçalnik ştab deyirik, biz o vaxt. Qərargah rəisi, bəli, elə işləyir. O tez-tez bayramlar gəlir bura, onun qəbrinin üstündə uzanır, bax onun böyrünə, deyir, o yox, mən ölməliydim. Nəysə, döyüş zamanı bu ermənilərlə Səngərdə 8 nəfərlə qava-qava gəlib. Bu da daimi Daşkəsəndə qulluq eləyəndə, orada Gəncədə pastan güləşdə olurdu. Pastayandı, bu çaslar üzərə güləş gelirdi orada. Güləş növünə məşğul. Orada qava-qava, bunlar kimi avtomatla belə deyək, atışmadı gedəndə, bu 8 nəfərdən biri yaralı yıxılıb, o birisələr öldürüb. Bu 8-ci buna çatanda, o da ölü kimi avtomat atıb, bu baldırdı, nədir, buradan da keçib. Onu baxmayaraq, bu ondan güləşib. O yaralı, bu yaralı. Axırda o bıçaq, onlarda bıçaq olur axı. O bıçağından onu sancmışdı ürəyinə. Bunu kim dedim ha? General Mais Bərxidarov bizə gəlib dəfələrlə. Orada söhbət elədi, dedi, sən bunu işitməmsən, dedim, yox. Nə bilim, hər bir deyərəm, orada şəhid olanların hamısı qəhrəman adlandıraram mən. Yəni döyüşdə hərə bir cür həlak olub. Allah hamısına şəhidlərimizə rəhmət eləsin, ordumuza qüvvət versin. Belə deyək, dənə qardaşım, ordumuzun demək olar ki, rəhbəri var, İlham Əliyev cənabları, ona da Allah ömür versin. Sağ olun mənə söz verdiyiniz üçün, Allah sizlərə dəyməsin. Bir daha sizlərin hamınıza arzu eləyirəm ki, səsiniz yuxarılardan gəlsin. Sağ olun, var olun. Nə bilim, həmişə sizi gülər üz görüm, irəldə görüm. Həmişə, nə bilim, hər şeyə nümunə olasınız. Sağ olun, çox sağ olun. Mən amma Suluddin Mirzəyevə söz verməmişdən öncə Ülviyə xanım, istəyərdim ki, ansambldan bir gözəl bir solo ifa gəlsin. Ansambldan gözəl bir solo ifa eşidək, ondan sonra Suluddin Mirzəyevə söz verək. Buyursun, ansambl.
Təşəkkür edirik, möhtəşəmsiz deyirik hər birinizə. Sözü İxtiyar müəllim, Sülüddin bəyə verək təbii ki, onun haqqında da çox gözəl fikirlər, çox gözəl məlumatlar almışıq və böyük fəxrlə Sülüddin müəllimi dinləyəcəyik. Sülüddin müəllim, istəyirəm elə ilk öncə özünüz haqqında, döyüş yolunuz haqqında bizim izləyicilərimizə məlumat verəsiniz. Bir daha sizə xoş gəlmişsiniz deyirəm. Çox sağ olun, təşəkkür edirəm. Əlbəttə ki, bizim döyüş yolumuz, yəni şəhidlərimizin, ölməz şəhidlərimizin, qəhrəman şəhidlərimizin, yəni getdiyi yolla başlayıbdır. Allah şəhidlərimizə rəhmət eləsin, ruhu şad olsun. Biz də öz üzərimizə düşəni, yəni ki, bacarmışıq ki, bu günlərim bizim Ali Baş Komandanımız bizi öz layiq olduğumuz medallarla təltif edibdir. Bir daha Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah bizim bu gözəl səfalı yerlərimizi, bizim milli ənənələrimizi, milli tariximizi, keçmişimizi bizə yəni çox görməsin. Onlar hamısı bizim azad olunmuş torpaqlarımızda yəni axıb süzülüb gəlibdir bizlərə. Allah şəhidlərimizə bir daha rəhmət eləsin, ruhları şad olsun, Ali Baş Komandanımızı qorusun, qalibiyyətimiz inşallah ki, əbədi olsun. Sülüddin Mirzəyev, İlk olaraq hansı ərazilərdən başladınız döyüşlərə və nəhayət harda belə deyək o qələbə sevincini yaşadınız? Buyurun. İlk müharibəyə qatıldığımız rayon Füzuli rayonundan başlayıbdır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa, Laçın və digər bölgələrimizdə mən və mənim döyüş yoldaşlarım, bütün Azərbaycan qəhrəmanları orada yəni döyüşmüşük, vuruşmuşuq. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Məndə olan məlumata görə Ağcabədi rayonundan 2 musiqiçi qoşulmuşdu da döyüşlərə. Biri saz gitarı ifaçı Orxan Süleymanov, bəli, bir də siz idiniz, eləmi? Allah sizə var eləsin. Qonaqlarımızı, izləyicilərimizi intizarda saxlamayaq. Sülüddin Mirzəyevi dəvət edək səhnəyə, buyursun. Gözəl bir ifa eşidək, sonra söhbətimizə davam edəcəyik. Cənnətdir hara baxsan, Qarabağım, 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 Qarabağım.
Qarabağım, 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 Qarabağım. Çox sağ ol Suriddin Mirzəyev. Təşəkkür edirik və müşahidə görə Xarı Bülbül ansamblına çox sağ ol deyirik. Məhbub müəllimə bu çıxışlar, bu ifalar ürəyinizcədirmi? Ansambl haqqında, Suriddin haqqında, bu ifalar haqqında sizin fikrinizi bilmək istəyərdik. Mən valla söz tapmıram yaxşı mənada. O qədər gözəl ifa eləyirlər, o qədər profesional ifa eləyirlər. Yəni elə belə deyim ki, səslənmə gözəl, ifalar gözəl, ansambl deyişmələri var, onlar çox gözəl. Yəqin də bunlar hardan irəli gəlir? Bunların aldığı təhsildən irəli gəlir. Təhsilli sənətkarlar, təhsilli musiqiçilərin ifaları da fərqli olur, çalğıları da fərqli olur, müşayiətdə oxuyanı gözləməkləri də fərqli olur. Suriddin müəllim də ifalarına heç bir, necə deyim, söz ola bilməz. Yaxşı mənada Suriddin müəllimin ifaları fərqlidir, ifaları özünə məxsusdur, səsi özünə məxsusdur və elə ifa eləyir ki, onun ifa elədiyi mahallarda məzmun açılır, belə deyək də obraz açılır. Həmin hadisələr, həmin yerlər, hamısı insan gözünün qarşısında görsənir. Yəni gözümüz qarşısından keçir və bir-birlərini düzgün duyub, düzgün müşayiət eləmək hər musiqiçiyə nəsib olmur. Mən təşəkkür edirəm ansamblın üzvlərinə və onun rəhbəri Rüfət müəllimə. Təşəkkür edirəm layihənin rəhbəri olaraq. Sizə təşəkkür edirəm İxtiyar müəllim. Çünki seçiminizdə heç də səhv eləməyibsiniz. Çox sağ olun. Təşəkkürümüzü bildiririk. Mən biraz öncə qeyd etdim ki, mənim şeirimə bəstələnmiş, amma deyəcəm, o şeirin yaranma tarixini deyəcəm. Xankəndi şeirinə bəstələnmiş mahnı Məhbub müəllimə bəstəlifdir. Deməli, bir günləri Rüfət müəllim mənə zəng etdi ki, şair, bir şeir gətirib veribdilər Məhbub müəllimiyə ki, bu şeiri bəstələ, amma şeir formatında deyil də, yəni onun zövqündə olmayan bir şeirdir. Məhbub müəllim deyib ki, bu mikrofonu verir. Necə olub bu hadisə, çox xahiş edirəm. Bir günləri Rüfət müəllim bir şeir gətirdi. Dedi müəllimə, bu 44 günlük müharibəyə həsr olmuş şeirlərdən biri idi. Əgər şeir demək olardısa, mən baxdım, dedim, ay Rüfət müəllim, valla burada söz yığını deyib, bu ürəyindən keçən sözləri bir-birinə çalışdırıb şeir düzəldib. Kimdirsə, mən bilmədim, adını da demədi. Demədi zadın. Demək də lazım, bilmirəm deməyimizi. Yəni, orada yaraçılıq var idi düzdür, amma savadlı yaraçılıq deyil idi də, belə deyim. Müəyyən qayda qanununa kənar olan bir yazı idi. Dedim, niyə İxtiyar müəllimə demirsiniz? Ona xitab edin, bir ona müraciət edin, deyin ki, ay İxtiyar müəllim, müəllimə deyir Xankəndiyə bir dənə yaxşı şeir həsr eləsin. Belə oldu, bu şeirin yaranması ilə də bağlı biz bir mahnı ərsiyə gətirdik. Təbii ki, Elnur müəllimin ifasında səsləndi o. Və aranjmançı Rövşən müəllim. Və aranjmançı Rövşən müəllim, bir də Həsən Fəhradov olmuşdu. İlk dəfə biz onu Rüfət müəllimgillə mahnı formasında ilk dəfə onlarla biz elə bil ki, ərsiyə gətirdik. Sonra müəllimlər özləri məsləhət bildi ki, bunu yəni yazmaq lazımdır, studiya yazısı lazımdır. Özləri də elə Rövşən müəllimgili məsləhət bildilər, sağ olsunlar, düzgün istiqamət verdilər də, belə deyim. Hər halda hər sənətçi özünün hansı səviyyədə yoldaşlığı olursa, necə deyim, yaradıcılıq əlaqələri olursa, onu da bilirlər kim necədir. Yəni, mən demirəm ki, kimsə kimdən üstündür, yox. Hərənin bir musiqi duyumu var, hərənin bir səs yazma duyumu var, hərə öz qabiliyyətinə görə
bir nətər deyim, iş ortaya gətirir də. Buna görə indi mən yenə təşəkkür eləyirəm Xalədin müəllimə, Rüfət müəllimə. Onlar bunu bizə məsləhət gördülər yanı. Bir də orada belə bir indi fikir verdisə Qarabağ Azərbaycandır da. Arxa fonda cəngi getdi. Ön fonda getdi Çargah muğamının hissəsi olan müxalif şöbəsi. Müxalif şöbəsində Elnur müəllim ifa elədi. Arxa fonda cəngi getdi. Yəni bu mahnının özündə də elə bir stil var. O yəqin mənim öz stilimə aid olan bir şeydir. Muğam hissəsində tərəkəmə gedir. Tərəkəmə bizim ən qədim xalq rəqslərindən biri olduğuna görə. Çünki burada ritmik Azərbaycan ritminə uyğun çox bir ritmik figurasiya var. Ona görə orada ola bilər ki, kiminsə ürəyindən keçər ki, bu mahnı səslənəndə rəqs eləmək istəyər. Amma segah, əgər muğam parçası gedirsə, orada rəqs eləmək biraz çətinləşir. Ona görə arxa fonda tərəkəmə rəqsindən istifadə eləmişəm ki, o rəqs eləmək istəyən ürəklə rəqsinə davam edə bilsin. Yəni, belə bir metoddan istifadə eləmişəm həmin mahnıda. Təşəkkürümüzü bildiririk. İnanın ki, Rüfət müəllim mənə zəng edəndə ki, müəllimə belə bir söz deyib, o qədər bir özümdə bir məsuliyyət hiss elədim ki, müəllimə istədiyi, bəstələmək istədiyi ki, şeir var, onu artıq müraciət mənə olundu. Mən gərək elə bir şeir alına ki, ərsəyə gələk ki, o müəllimənin ürəyincə ola və onun ümidlərini doğruldaq da, belə deyək də. O güvənib Rüfət müəllimə tapşırır ki, deyin, şair yazsın bir şeir və mən nə xoş halıma ki, mənim yazdığım şeirə sizin kimi böyük bir dahi sənətkarlarımız o belə deyək də mahnıya dəyər verib, o şeirə dəyər verib, mahnı bəstələyib və vaxt itirmədən Elnur Fərzəliyevi dəvət edək, gözəl bir şəkildə də oxuyubdur. Mən efir vasitəsilə Rövşən qardaşımıza təşəkkürümü bildirəm, sintezator ifaçısı, dəyərli qardaşımız, dostumuz, aranjmançı və Həsən qardaşımıza da təşəkkür edirəm. Və onu da qeyd edim ki, artıq bizə zəhlər olunur, həm ansambla, həm mənə ki, verilişə çıxmağa müğənni xanəndələrimiz. Amma mən birbaşa elan edirəm, bizim veriliş elə bir verilişdir ki, bizim verilişdə bir dənə bayağı mahnılar səslənməyəcək. Bir dənə cavanların zövqlərini korlayan musiqilər səslənməyəcək. Dədə, babalarımızdan bizə qalan o gözəl muğamlarımız, xalq mahnılarımız, bəstəkar mahnılarımız, aşıq mahnılarımız, oyun havaları, rəqslərimiz, bəli, milli rəqslər, belə ola bilər. Amma bayağı mahnılar, şit mahnılar, o insanların zövqlərini korlayan musiqiləri səsləndirmək istəyən sənətçilər, xahiş edirəm, zəng etməyin bizlərə. Bizim, belə deyək, bu gün açılışdır, özümüzə həsr etdik, sizlərə həsr etdik veriliş, amma üzümüzə gələn həftələrdə artıq hər həftənin birinci gün saatlar 22:00 göstərəndə artıq həyəcanla, maraqla izləyəcəklər ki, görən hansı bir sənətkarımıza həsr olunacaq. Bizim qarşımıza qoyduğumuz məqsədlərdən biridir ki, unudulmaz sənətkarlarımızın hər birini hər həftə bir xanəndəmizdə, bir şairimizdə, bir bəstəkarımıza, bir unudulmaz sənətkarlarımıza həsr edək verilişimizi və artıq ünvanlaya bilərəm, mən deyə bilərəm, bizim ikinci verilişimiz unudulmaz sənətkarımız, böyük sənətkarımız, xanəndəmiz Yaqub Məmmədova həsr olunacaq və əlbəttə ki, ifaçılar da dəvət olunacaq. Adlarını demirəm, artıq o veriliş gedəndə siz hər biriniz görəcəksiniz. Sizlərdən xahişimiz budur ki, hər həftənin birinci günü saatlar 22:00 göstərəndə bütün işlərinizi qoyun kənara. Gözəl bir verilişi izləmək üçün bizi izləyin və sizin görüşünüzə gözəl sənətkarlarla gələcəyik. Vaxt itirmədən Ülviyə xanım, keçid alaq gözəl bir ifiya və Elnur Fərzəliyevi dəvət edək. Buyursun, Xankəndi mahnısını ifa etsin. Türbəndə ata, mənim şeirlərimə Məhbubə müəllimin bəstələdiyi bir gözəl bir mahnını izləyək. Buyursun. Müzik
Həsrətin çəkmişəm ilərdi səni, başından getmədi dumanın çəni. Həsrətin çəkmişəm ilərdi səni, başından getmədi dumanın çəni. Ayrılıq artırmış kədərin qəmi. İllərdir demişəm sənə can kəndi, azadsan qovuşdum sənə xan kəndi. İllərdir demişəm sənə can kəndi, azadsan qovuşdum sənə xan kəndi. Qomandan əmrəndi şanlı orduma, zəfər bəxş eylədi doğma yurduma. Böyük olsun çatmışam, çatmışam kama arzuma. İllərdir demişəm sənə can kəndi, azadsan qovuşdum sənə xan kəndi. İllərdir demişəm sənə can kəndi, azadsan qovuşdum sənə xan kəndi. Ayrılmaz parçası Azərbaycanı, Urxunum almışam kərki cahanı. Ayrılmaz parçası Azərbaycanı, Urxunum almışam kərki cahanı. Cəbilli meşəli həm bağlı canı. İllərdir həsrətim sənə can kəndi, azadsan qovuşdum sənə xan kəndi. İllərdir həsrətim sənə can kəndi, azadsan qovuşdum sənə xan kəndi. Qomandan əmrəndi şanlı orduma, zəfər bəxş eylədi doğma yurduma. Qomandan əmrəndi şanlı orduma, zəfər bəxş eylədi doğma yurduma. Böyük olsun çatmışam, çatmışam kama arzuma. İllərdir demişəm sənə can kəndi, azadsan qovuşdum sənə xan kəndi. İllərdir demişəm sənə can kəndi, azadsan qovuşdum sənə xan kəndi. İllərdir demişəm sənə can kəndi, azadsan qovuşdum, azadsan qovuşdum, azadsan qovuşdum sənə xan kəndim. Möhtəşəm bir ifa. Elnur çox sağ ol Elnur. Gözəl ifaya görə. Təşəkkür edirəm və ansambla çox sağ ol, var ol deyirəm. Türbəndə ata, ürəyincə oldu mu? Qəşəng qardaşım, Allah onların canını sağ eləsin. Bundan da gözəl mahnılar oxusunlar, cəmaatı özlərinə valih eləsinlər. Ayrıca mümkün deyil.
Təşəkkür edirəm. Nəinki verilişlərdə, tədbirlərdə, toy şənliklərində də Elnur və Xarı Bülbül ansamblı sevilən sənətçilərimizdir. Təşəkkür edirik və operatorlarımızdan xahiş edirəm. Bax bu masanın üzərində bax bu kitabları görürsünüz ki, çox xahiş edirəm. İri planda işıqlandırsınlar. Məhbubə müəlliməyə aiddir. Məhbubə Bəşir qızı Əliyeva. Bax bu kitablar haqqında da xahiş edirəm, bir məlumat verəsiniz. Kitablar həm kamança sinifləri üçün tədris vəsaiti kimi nəzərdə tutulub, həm də bizim xor sənətinin inkişafına balaca bir töhfə kimi nəzərdə tutmuşam. Biz tədris vəsaiti cəhətdən bu əyalətlərdə biraz çətinliklərimiz olur. Düzdür, var, amma çatışmazlıqlar da olur. Mən demirəm ki, yoxdur, yox, çoxdur. Amma çatışmazlıqlar da olur. Bu tədris vəsaitlərini mən də həmən nöqteyi nəzərdən öz şagirdlərimizə töhfə, musiqi məktəblərimizə töhfə kimi nəzərdə tutub, onları ərsəyə gətirmişəm. O ki, qaldı, orada 2 xor kitab, xor üçün işləmələri görürsünüz. Birinci kitabım xor üçün işləmələr öz yaradıcılığın məhsuludur. Həmin kitablarda Qarabağ şikəstəsi, bir də Durayağa Azərbaycan xor kompozisiyası var. Özümün akapella xor işləmələrim var. Yəni, bunları içimdən gələn bir istək idi ki, bu əsərləri mən ərsəyə gətirim. Çünki şagirdlərə tədris edirdik. Tədris eləməklə də bağlı, yəni beynin məhsulu gərək hardasa təzahür deyilə də. Öyle fikrində qala bunu, yəni işləməyəsən, bunun özü də böyük bir, nətər deyim, günah sayılır ki, öz biliyini kimlərəsə ötürməyəsən. Fərqli cəhət nədir? Bu, hamı, məsələn, deyər ki, biz Mənsuriyəni də bilirik, Qarabağ şikəstəsini də bilirik. Bunun nə önəmi var idi ki, bu xor üçün işlənsin? Fərqli cəhət odur ki, mən orada instrumental hissəyə sözlər vermişəm. Və bu sözlərdə, məsəl üçün, Durayağa Azərbaycanda Səməd Vurğunun Azərbaycan şeirindən istifadə eləmişəm. Qarabağ şikəstəsində isə xalq bayatlarından istifadə eləmişəm. Belə bir maraqlı əsərlər ortaya çıxıbdır. Amma orada bir kitab görürük. Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasındakı xorlar var. Musiqi məktəblərinin yuxarı sinifləri üçün nəzərdə tutulub həmin xorlar. Orada 9 dənə xordan istifadə eləmişəm mən. Uşaq xoru üçün işləmişik. Hansı ki, uşaqların, uşaq deyəndə, yəni yuxarı sinif şagirdlərinin özlərinin başa düşəcəyi xorları seçib, mən istifadə edib uşaq xoru üçün işləmişəm. Bunlardan Şəbi Hicran xorudur, Leyli və Məcnundakı qızlar xoru var, hansı ki, xəyal adlanır və bir neçə bu cürə əsərlər. Bir də orada var, Üzeyir Hacıbəylinin Ey Sabah Yelə əsəri var ki, hansı ki biz onu çox vaxtı instrumental ifa kimi görmüşdük, tar sinifi üçün, kamança sinifləri üçün ansambl formasında. Üzeyir Hacıbəylinin 130 illik yubileyi gəlirdi qarşıdan, haradasa 2015-ci ildə üzrü sayın. Həmin vaxtı biz 130 illik yubileyə hazırlaşdıq. Konservatoriyada Üzeyir Hacıbəylinin məktəb studiyası tərəfindən təşkil olunmuş yubiley konsertləri təşkil olunurdu. Biz həmin vaxtı Qarabağ şikəstəsini və Ey Sabah Yelinə elə bil ki, orada apardıq, ifa elədik. İlk dəfə orada ifa elədik və çox da bəyənildi. Həmən ili biz Lariyyat diplomu ilə məktəbimizin xor kollektivi həmin ili orada təltif olundu Lariyyat diplomu ilə. Və əlbəttə müvəffəqiyyət qazananda insanda ruh yüksəkliyi yaranır, yeri yaradıcılıq, nətər deyim, planlaşdırırsan ki, yeni nələrsə də işləyəsən və elə həmən də bu Leyli Məcnun operasından seçilmiş xorlar əsəri kitabı da belə meydana gəldi.
Buyurun. Özümün orada bir də var, şəxsi yaradıcılığım, mənim mahnılar kitabım var. Biz bunu işğaldan əvvəl, çox əvvəllər mən başladığım mahnıları kitab halına gətirdim. Orada bir Niskilli mahnı da var idi. Şam mənim. Yadınıza varsa biz 2019-cu ildə deyəsən, səhv eləmirəmsə, sizin unudulmayan səslər verilişində o 2017 dəqiq deyə bilmərəm, unutmuşam. Mən nəsə yadımda 19 qalmışdı. Niyə 19 qalıb? Belə deyim. Həmin ili mən anam dünyasını dəyişdi. Ona görə mənim yadımda elə qaldı ki, 19, bəli, unudulmayan səslər. Anam bilir, elə bir hiss eləmişdi, dedi, sənin televiziya verilişin olmadı. Mən ona heç nə deməmişdim. Dedim, mama, olubdu, yəqin sən baxmamısan. Ondan sonra o dünyasını dəyişdi. Allah cəmi dünyasını dəyişənlərə rəhmət eləsin. Ona görə mənim yadımda o dəqiq qalıb ki, həmin verilişə mamam baxa bilmədi də, belə deyim. Özümdə çox səhv elədim ki, amma ona mən demədim ki, bu veriliş filan vaxt olacaq, yəni deyiləcək. Nəsə belə, gəlin Niskilli notlara köklənməyək. Bu dünyanın işidir, bir gün gələn, bir gün gedir. Heç kim bu dünyada əbədi deyil, öz dünyamıza gedirik və bunu da təbii qəbul eləyirik, eləməliyik də. Yəni ona görə İxtiyar müəllim mənim dəqiq yadımda o qalmışdı. İyun ayında çəkildi, əvvəlində, belə. 20 gün sonra da efirə getmişdi, səhv eləmirəmsə. Həmən orada, həmən mənim Şuşam. Hansı ki, orada çox Niskilli notlar var idi. Allaha şükür ki, ondan sonra, zəfərdən sonra qayıtdıq Şuşamı yazdım mən. Təşəkkür edirik Məhbə xanım. Təbii ki, bu zəfəri, bu qalibiyyəti, bugün biz Qarabağın səsi verilişini belə fəxrlə, qürurla vurğulayırıq, danışırıq. Bunları kimlərə borcluyuq? Şəhidlərimizə. Siz məni qabaqladınız, yəni mən deyə gəlirdim. Bəli. Bu günlər biz burada sakit oturub çəkiliş aparırıqsa, bəli. Bugün biz fəxrlə Qarabağ bizimdir deyiriksə, biz öz şəhidlərimizə, Ali Baş Komandamıza, Müzəffər Ordumuza borçluyuq və bu haqda şeir yazan şairlərimizə də borçluyuq ki, nə yaxşı ki, onları var, belə bir şeirlər ərsəyə gətiriblər, nə yaxşı biz onu bugün xalqımıza təqdim eləyirik. Buyurun. Bəli, təbii ki, mən də onu vurğulamaq istəyirdim ki, bu günlərin belə bizlər də bugün İxtiyar müəllim bu Qarabağın səsi verilişini belə ürəkdən, belə sevincli insanlarımıza, izləyicilərimizə çatdıra biliriksə, bunu şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah şəhidlərimizə bir daha rəhmət eləsin, qazilərimizə sağlam can versin, veteranlarımıza sağlam can versin Allah. Süldü müəllim, sözü təbii ki, yenidən sizə verirəm. Buyurun, sizin ifanızda gözəl bir musiqi işlək. Turan eller var olsun.
son qoydunuz. Birləşib əbədi həmrəy oldunuz. Düşmən qarşısında mətin durdunuz. Sizlərə fədadır mənim öz canım. Pakistan, Türkiyə, Azərbaycanım. Su qovşanımın suyu duruldu. Cebrail, Füzuli, ada dolundu. Hadrutda sevindik, zəfər çalındı. Sizlərə fədadır mənim öz canım. Pakistan, Türkiyə, Azərbaycanım. Dolaştıkça Turan'ı aldım bir gökhanı. Gördüm Fatih Sultan'ı, dedi uğurlar olsun. Tanrı Türkiye yar olsun. Turan eller var olsun. Tanrı Türkiye yar olsun. Turan eller var olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun. Düşmanlar kahrolsun. Tanrı Türkiye yar olsun. Turan eller var olsun. Tanrı Türkiye yar olsun. Turan eller var olsun. Mirov dağlarında fəta savuşdu. Zəngilan, Qubatlım bizə qovuşdu. Laçında qartallar qalxıb uçuşdu. Sizlərə fədadır mənim öz canım. Pakistan, Türkiyə, Azərbaycanım. Xudafərin çaya nəğmələr qoşam. Kəlbəcər eşqi ilə gərək mən coşam. Müjdələr alındı müqəddəs Şuşa. Sizlərə fədadır mənim öz canım. Pakistan, Türkiyə, Azərbaycanım. Ben kurtlarla ulaştım, Altayları dolaştım, Şamanımla bağlaştım, dedi uğurlar olsun. Tanrı Türkiye yar olsun. Turan eller var olsun. Tanrı Türkiye yar olsun. Azerbaycan var olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun. Düşmanlar kahrolsun. Tanrı Türkiye yar olsun. Turan eller var olsun. Tanrı Türkiye yar olsun. Turan eller var olsun. Tanrı Türkiye yar olsun. Turan eller var olsun. Tanrı Türkiye yar olsun. Karabağımız var olsun. Eşq olsun. Suluddin Mirzəyev və Xarı Bülbül ansamblına təşəkkür edirik. Solo ifa gəlsin, amma Suluddin qardaşımızın ürək sözündən sonra. Çox sağ olun, bir daha təşəkkür edirəm. Mən şəhid atasının istəyi ilə oxudum
bu mahnını haşiyədən biraz kənara çıxmaq istəmirəm. Bayaq İxtiyar müəllim bir söz dedi ki, mən çalışdığım qədər yəni icazə verməyəcəm ki, yəni bizim verilişdə bayağı musiqiləri olsun. Verilişimizin adı, ansamblımızın adı, yəni milli ruhda olan bir addır və diyarımız Üzeyir Hacıbayov diyarıdır. Yaqub Məmmədov diyarıdır. Safa Qəhrəmanov diyarıdır. Zülfü Adgözəlov, Mütəllim Mütəllimov və digər bizim görkəmli sənətkarlarımız var. Ona görə də yəni mən də sizin o sözünüzə qoşuluram. Belə də olmalıdır. Uğurlar arzulayıram bir daha. İnanın ki, o qədər o dahi sənətkarlarımız çoxdur ki, hər birisinin yəni saysaq vaxt lazımdır ki, onların hamısını saymaq, amma Yetim Paşanı da əlavə etmək olar və bizim canlı karifey sənətkarımız Qəzənfər Abbasov da Bəli, bizim ərəb səngimiz olan mərhum sənətkarımız Sahibə Əhmədova. Bəli. Hə. Bəli. Bakir Haşimov, bəli, gözəl sənətkarlarımız. Bizim Allah can sağlığı versin, bizim gözəl ustad şairimiz, gözəl xanəndəmiz Rasim Ləhcəli Xanşunskidən ləqəb almış və gənc xanəndələrimiz də var ki, onların hər birisini dəvət edəcəyik. Onlar ifalarını şahid olacaq, amma istəyərdim ki, bu gözəl ab-hava yaranıb verilişdə ansambldan solo, möhtəşəm bir ifa eşidək.
sağ olun, var olun, möhtəşəm ifa. Mən üzümü izləyicilərimə tutub deyirəm. Bu günləri 15 iyun Qurtuluş günü münasibəti ilə də mən bütün xalqımızı təbrik edirəm bayram münasibəti ilə və elə bayram əhval ruhiyyəsində belə bir gözəl bir mahnılarla sizin görüşünüzə gəldik, gözəl bir sənətçilərimizlə sizin görüşünüzə gəldik. Fürsətdən istifadə edib baş sponsorumuz Alsı Mol Ticarət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk və bizim üçün belə bir gözəl çəkiliş etmək üçün, belə bir gözəl məkan ayırdığı üçün Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun deyirik və əlbəttə ki Hüseyin studiyasının bütün kollektivinə təşəkkür edirik. Çox sağ olun, ansambla öz təşəkkürümüzü bildiririk və bu günləri bizim dəvətimizi qəbul edib verilişimizə gələn qonaqlarımıza ayrı-ayrıqda çox sağ olun, var olun deyirik. Türbəndə ata, Qəhrəman atası çox sağ olun, Məhbə müəllimə çox sağ olun, Suriddin qardaşımız çox sağ olun və Elnur Fərzəliyev ansamblın solisti, təşəkkür edirik Səfər Qəhrəmanov yadigarı və onu da deyim ki, üzümüzə gələn verilişlərdə bir verilişimiz məhz Səfər Qəhrəmanova həsr olunacaq. Elnur qardaşımız, Allah sizə can sağlığı versin deyirəm, Allah Səfər Qəhrəmanovun da ruhunu şad eləsin. Yekunda istəyərdim ki, siz də verilişimiz haqqında, musiqiçilər haqqında son sözünüzü, ürək sözünüzü deyəsiniz. Ülviyə xanım, sizlərə təşəkkür edirəm, çox sağ olun, buyurun, söz sizindir. Təşəkkür edirəm İxtiyar müəllim, mən də hər kəsə təşəkkür edirəm və İxtiyar müəllim bizim üçün əlbəttə ki bugün bu açılışı, bu gözəl, dəyərli qonaqlarımızla açılmaq, verilişimizin açılışını qeyd etmək böyük fəxir, böyük qürurdur. Sizlərin xeyir-duası ilə açdıq bu verilişi. İnşallah uğurlu olsun. İnşallah verilişimizin səsi, sədası nəinki bütün Qarabağa, bütün Azərbaycana yayılsın arzu edirik. Bir daha sizlərin son olaraq xoş sözlərinizi, xeyir-dualarınızı eşidək. Ondan sonra möhtəşəm bir musiqi ilə verilişimizi sonlandıracağıq. Diyar müəllim, mən bugün çox sevindim. Bu kollektivin bir yerdə belə işləməsi, gözəl çalgıçlar, gözəl muğam oxuyanlar, hamısı öz işində gözəl belə nətəcəmi İstər-istər adam ondan ayrılmaq istəmir. Bax, bu kollektivdən şəxsən mən özüm deyirəm. Allah sizlərə dəyməsin, sizə uğurlar arzu edirəm. İşlərinizə mükəmməl, gözəl uğurlar əldə edəsiniz. Təşəkkür edirik və bir musiqiçilərimizə bir sürprizimiz var. Operatorlarımıza bir sürprizimiz var. Qonaqlarımıza bir sürprizimiz var. Ülviyə xanıma da sürprizdir. Ülviyə xanımda xəbəri yoxdur. Ülviyə xanımda xəbəri yoxdur. Məhbə müəllim sözünü desin, Suriddin qardaşımız sözünü desin və ansambla söz verməmişdən öncə Alsı Mol Ticarət Mərkəzinin rəhbərliyi adından bizim verilişimizin açılışına gözəl bir tort göndərirdilər. Təşəkkür edirik. Şəhid atası tortumuzu kəsəcək, Məhbubə müəllimə tortumuzu gəzəcək, veteranımız tortumuzu gəzəcək və əlbəttə ki, gözəl bir musiqi sədası altında o tort kəsiləcək. Xahiş edirəm, o tortumuz da gəlsinlər verilişə. Buyur Məhbubə müəllimə. Məhbubə müəllimə, bugün sizinlə tanışmaq, sizi yaxından tanımaq mənim üçün böyük xoş oldu, fəxr oldu. Buyurun, sizlərin də son olaraq keçin qarşıya. Sizlərin də xeyir duasını ilk başlayanda eşitmişik, son olaraq da eşidək. Xoş oldu sizi bugün görmək burada, sizi daha yaxından tanımaq. Buyurun. Bir də mən sizə təşəkkür edirəm bu gözəl məkanda çəkilişinizə bizi dəvət elədiyinizə görə, dəyər verdiyinizə görə. Dəyərli insanlar, sizə təşəkkür edirəm. Ülviyə xanımla tanışdığıma mən çox məmnun oldum, çox şad oldum. Arzuluyuram ki, bizim məktəbin tədbirlərində də sizi dəvət eləyək, hər ikinizi müəllim, siz orada iştirak eləyəsiniz. Bir daha bu verilişə uzun ömür, can sağlığı veriliş iştirakçılarına, axarlı, baxarlı, baxımlı bir veriliş olsun, sədası bütün dünyadan gəlsin. Tək Azərbaycandan yox, tək Qarabağdan, Ağcabəddən yox, bütün dünyadan gəlsin və bir çox yerlərə çəkilişə dəvət olunasınız. Biz də sizə baxağın, qürurlanağın və bu ansamblımızın, necə deyim, ifaları möhtəşəmdir.
Suledin müəllimin ifası möhtəşəmdir. Elnur müəllim sizə təşəkkür eləyirəm möhtəşəm ifalarınıza görə. Bir daha sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Bizim şəhid atamıza, Türbəndə atamıza can sağlığı arzulayıram. Belə gözəl vətənpərvər evlad yetişdirmisiniz. Düzdür, bizim şəhidlərimiz şəhid olmaq üçün yox. Döyüş üçün, qələbə üçün getmişdilər. Amma hər kəsin alına bu şəhidlik məqamı yazılmır. Şəhidlik məqamı yazılan hər bir şəhidlərimizin qarşısına baş əyirəm. Onların valideynlərinin qarşısında, şəxsən sizin Türbəndə ata, sizin qarşınıza baş əyirəm. Qazilərimizə can sağlığı, müzəffər ordumuza dayanıqlı ordu sıraları arzulayıram. Prezidentimizə, Ali Baş Komandanımıza öz vəzifəsində səbir, dözüm və uğurlar arzulayıram. Çünki biz qarışıq dünyada yaşayırıq. Bu qarışıq dünyada səmamız həmişə aydın olsun. Sağlamlıq arzulayıram hər bir kəsə. Buyurun. Təşəkkür edirik Suledin Mirzəyev. Təşəkkür ederim. Çox sağ olun bir daha. Mən də təbrik edirəm. Verilişiniz inşallah uğurlu olsun, axarlı olsun. Səsi, sorağı bütün dünyadan gəlsin inşallah. İxtiyar müəllim, biraz öncə bizim bir şəhid atamız var. Mənim döyüş yoldaşım, qəhrəman şəhidlərimizdən olan Qadir Ədalətoğlu. Allah ona rəhmət eləsin. Ədalət həmi zəng eləmişdi, bilirdi bizim bu veriliş haqqında danışmışdım. Hansı bölgədən? Əslən Cəllabadın Əsədli kəndindən olan Heydərov Ədalət həmi. Şəhidimiz Heydərov Qadir Ədalətoğlunun atası. Təbrik edir sizləri, uzun ömür, can sağlığı arzulayır sizlərə. İnşallah ki verilişiniz axarlı, uğurlu olsun inşallah. Təbrik edirəm. Təşəkkürümüzü bildiririk. Çox sağ olun, var ol deyirik və o atan qarşısında, eləcə də bütün şəhid atalarının, şəhid anaların qarşısında baş əyirik. Xahiş edirəm, tortumuzu da gətirsinlər. Elə şəhid atasının iştirakı ilə gözəl bəstəkarımız, mən belə deyək də saysam yenə qutarmayacaq. Dirijor, kamança ifaçısı, musiqi məktəbimizin direktoru, şairəmiz, bəstəkarımız iştirakı ilə tortumuzu kəsək. Tortumuzu kəsinlər və Elnur Fərzəliyevdən və gözəl ansambıldan gözəl bir ifa eşdirik yekunda. Sizlərlə sağollaşırıq. Hər həftənin birinci günü saatlar 22:00 göstərəndə sizlərin görüşünüzə gələcəyi gözəl sənətkarlarımızla Bəli, bərabər. indi isə sizlərə hələlik deyirik. Gələn görüşlərə də deyirik. Gələn görüşlərdə görüşmək ümidi ilə. Və tortumuzu işıqlandırsınlar operatorlarımız Alsu Mol Ticarət Mərkəzinin rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk. Gecəniz xeyrə qalsın deyirik. Elnur Fərzəliyev buyursun səhnəyə. Buyurun. Sevgilim seyre çıkar, burada gelir bahar. Sevgilim seyre çıkar, burada gelir bahar. Dil açır kalbimizi en şirin arzular. Dil açır kalbimizi en şirin arzular. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dodağın kaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdu. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dodağın kaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdu. Qarabağ can Qarabağ ana yurdu. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli. Bu çəmənlərdə gəzir Vaqifin
Qarabağ can Qarabağ ana yurdu Qarabağ can Qarabağ ana yurdu Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli Arif olanın sevgili canan vətəndir Arif olanın sevgili canan vətəndir Hem namusu hem qeyrəti vicdan vətəndir Ölçəməy vətən uğrunda buna fəxr edərəm mən Könlün nə zaman izlərdə qurban vətəndir Ay canım Parçalandım min illər, bölündün dilim dilim Yaş axdı dərdinə, ağladı göyçə gölüm Başqa adla yaşadı, yat kimi yurdum, elim Dərbənd şimalda qaldı, quzuya döndü Zəncan Torpaqlarına qurban, vətənim Azərbaycan Təbrizə ana dedik, bizi yetim qoydular Hak diyen yiğitlerin dersini soydular Əsrlərdi yeğildin, düşündük ki doydular Yağıya şirin geldi, içdi onunla haqqat Şəhidlərine qurban, vətənim Azərbaycan Qazilərine qurban, vətənim Azərbaycan Herkes vətənin sevməsə insan deyil əsla İnsan olanın cismində həm can vətəndir Herkes soruşan gəlmər ünvanımı sizdən Al şəxsən deyil Mahivin ünvanı vətəndir Ayındadır büyük Bu kəmərlərdə gəlir Vaqifin şux gözəli Ruhunu buradan alır Natavanın qəzəli Ruhunu buradan alır Natavanın qəzəli Anadır arzulara hər zaman Qarabağ danışan dil dodağım Tarkaban Qarabağ Qarabağ can Qarabağ ana yurdu